العظيم سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين. اللهم صل على محمد وآل محمد. İlahi nabdun li imamin hubbu farzun aleyna. Lavvali veladeye senen summa seyne saadetü. Ali Resulin huve mebusun aleyna. Cebelun fedbecesed min husnet eşredayna. Ve sallallahu ala cemil enbiyayı vel umyayı ve şuhadayı ve salihin. Ve saniyen sebebihim belgal min ervahil berhuminel mağfurinel ma'lumin. Şehidimiz Salih Adil oğlu Ruşad ve bütün şehitlerimizin ruhları şad ve bil Fatiha. Bismillahirrahmanirrahim. İyyâke na'budu ve iyyâke nesta'în. Bismillahirrahmanirrahim. İlâ rahmetillah tekebbelallah. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allah rahmet eləsin diye. Allah səbirlər versin. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Sözün söhbətin vacib üçün. Tədbir iştirakçıları. Biz bugün burada Azərbaycan Milli Ordusunun, Azərbaycan Ordusunun en sayılıb seçilən zabitlərindən olan və Qarabağ uğrunda gedən döyüşlərdə öz sözünü, öz təcrübəsi, peşəkarlığı ilə deyən Kərimov Talih Adiloğlu'nun xatirəsini yad edilmək üçün yığılmış. Yəni biz hər zaman bura yığılanda qeyd edirik ki, səbəblər Azərbaycan səhifəsində, Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bax bu tarixlər artıq 5 ildir ki, Azərbaycan öz torpaqlarına, itirilmiş torpaqlarına qovuşur. Və bugün biz burada təkcə bir şəhidimiz yox, onunla bərabər sözün əsl mənasında peşəkar bir zabiti də alırıq. Bir dövlətə bir zabiti yetişdirmək çox, belə deyək, baha başa gəlir. Söhbət onun maddi tərəfindən yox, söhbət onun mənəvi tərəfindən gelir. Və belə bir zabitləri itirmək də peşəkar, təcrübəli, qəhrəman zabitləri itirmək də bizə bir o qədər müşkülliklər yaradır. Lakin vətənimiz sağ olsun, dövlətimiz sağ olsun, yəni şəhid ən ali məqamlardan biridir. Talih qardaşımız şəhadətindən sonra Azərbaycan prezidenti tərəfindən Qarabağ ordeni ilə şəhidlik oldu. Sumqayıt şəhərində şəhidlərdən 7 nəfər Qarabağ ordeni ilə tərtib olunanlar və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün biz dövlətin yerlərdə olan nümayəndəsi olaraq əlimizdən gələn hər bir şeyi əsirgəmirik. Onların xatirəsinə küçə adları veririk və bugün qardaşımızın da adına oxuyub boya-başa satdığı məktəbin yaxınlığından keçən küçə verilmişdir onun adına. Səhv eləmirəmsə, mənim küçə verilmişdir. Və bundan sonra da şəhidlərimizin adlarına müvafiq küçələr verilməkdədir. Bugün də bizdə tapşırıq verilib. Hər bir şəhidin adına imkan daxilində biz o küçələri veririk. Küçələr niyə verilir? Küçələr niyə? Bunlar bax, o şəhidləri biz vurğuluyuruq ki, şəhidlər ölməz, vətən bölünməz və şəhidlər heç bir zaman unudulmaz. Müəyyən bir bəlli zamandan sonra bizlər hamımız haqq dünyaya qovuşacaq. Ancaq bax, bu şəhidlər xiyabanı, bu qəhrəmanlar xiyabanı nə qədər ki, müstəqil Azərbaycanımız var və olacaq da, fikir verir nə qədər ziyarətliyə gələn körpə fidan balalar var. Bax, onlar hər dəfə Quranı keçdiyizdə hər bir şəhidin adına olubsa, onların qəlbində yaşayacaq. Və o küçələr ki, o şəhidlərin adlarına verilir, bax, o binalarda yaşayan sakinlər də özlərinin şəxsiyyətini təsdiq edən vəsiqələrində hər zaman o şəhidin adını oxuyacaq ki, məsəl üçün deyək, Talih Kərimov küçəsi filan kəs və heç olmasa maraqlanacaq ki, bu Talih Kərimov kimdir, nəsə olur və oradan da bəlli olacaq ki, bu Azərbaycan Respublikasının ərazi bütövlüyünə edən döyüşlərdə qəhrəmancasına şəhid olan bir şəxsdir.
üstəgəl Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin baş zabiti olub. Təbii ki, hər bir şəhid, hər bir qazi dövlət üçün dəyərlidir. Vurğuladığım kimi zabitlər həqiqətən də bu yolu bilərəkdən seçən şəxslərdir. Onların o elə deyək, paqon deyəkdən də o dillər bizim dildə elə qalıb. O paqonları çiyninə taxanda inandırım ki, sizi dövlətin atributu olan o ulduzların ağırlığını o uşaqlar, o şəxslər, o qardaşlarımız necə bu ağırlığı hiss edir və o məsuliyyəti hiss edirlər. Və hərbisi paltarı əyninə geyilən hər bir şəxs, xüsusən də zabit heyətindən gedir ki, ta uşaqlıqdan onu, o məktəbi keçir. Onlar öz şəhadəti ilə barışır və öz ailələrini ona hazırlayan şəxslərdir. Allah cəmi şəhidlərimizi ruhunu şad eləsin. Şəhidlər elə bir mərtəbədədir ki, bu dünyada onları məsəl üçün biz zabit, əskər, gizir deyə bilərik. Amma Allah dərgahında əsla o belə deyək, rütbələr yoxdur. Bir rütbə var, şəhid rütbəsi və onlar hamısı Allahın dərgahında, cənnətdə, inşallah ki, gələcəkdə öz yaxınlarını, bizləri gözləyən insanlardır. Allah cəmi şəhidlərimizi ruhunu şad eləsin. İnşallah ki, Azərbaycanımız var olsun. Onların sayəsində bax bugün Üsrəyli bayrağımız daha da zirvələrdə dalğalanır. Allah cəmi şəhidlərimizi. Allah razı olsun. Allah köməkli olsun.